Dostlar, bir daha hər vaxtınız xeyir olsun. Keçən dəfə çəkdiyim tələbə, bayram tələbə mənim uğurla başa vurmuşdu. Bugün də həqiqətən yanımda duran tələbələrin Zahir, Xəzər, Ramal, 10 saylı peşə məktəbinin həqiqətən mən bu videonu nəyə görə çəkirəm? Oradan mənə müəllimələr də dedi ki, hələ imtahanımız sona çatmayıb. İmtahanımızın sona çatmaması təbii ki, mən də bilirəm. Amma mənim üçün imtahan sona çatdı. Niyə görə? Mən praktikada saç kəsmək üzrə öz nəticələrimlə həqiqətən sevinirəm. Və buradan həqiqətən 10 saylı peşə məktəbinin direktoru olan Elnarə Əmirovaya öz təşəkkürümü bildirirəm. Orada mənim adımı çəkib, mənə həqiqətən bu çox qürurlandırdı ki, Elnarə xanım, sizə dərin təşəkkürümü bildirirəm, məni qiymətləndirmişsiniz və Xədicə müəlliməyə öz təşəkkürümü bildirirəm, həqiqətən orada vurğulayıb. Və mən burada bir söz danışacağam. Deməli, mənim peşə məktəbindən yanıma gələn hansı ki tələbələrə mən həmişə bir söz deyirəm. Deyirəm ki, siz peşə məktəbindən mənim yanıma gələndə sizin 3 aylıq praktikanız məcburdur ki, siz orada diplom almaq üçün gələsiniz. Mən də istəyirəm ki, siz həm mənim yanımda tələbə durasınız, öyrənəsiniz, həm də eyni zamanda peşə məktəbində praktikanı yaxşı keçəsiniz. Və onlardan 2 dənəsi də həqiqətən Ramalla Zahirdir ki, mənim yanımda praktika üçün gəliblər və bugün mən onlardan eşitdiyim xəbərləri deyəcəm. Məsəl üçün, mənim Xəzər öz tələbəmdir və özümü yanımda öz tələbəm deyərkən özümü götürüb öyrətmişəm və daha sonra məsləhət görmüşəm peşə məktəbindəki dövlətimizin yaratdığı peşə məktəbləri varsa, orada hər bir kəs diplom almalıdır və o diplomla yararlanıb qəlbə kimi fəaliyyət göstərməlidirlər və Xəzəri də oraya yönləndirdik və Ramalla Zahir oradan gəlirlər. Həqiqətən bugün mənim üçün qürur vericidir, Ramalı tərifləyiblər. Mənim gəldi, öz qulağıma çatdı. Ramala da təşəkkür edirəm, müəllimlərinə də təşəkkür edirəm. Orada müəyyən müəllimlər mənə deyir ki, imtahan sona çatmayıb, təbii ki sona çatmayıb. 07-06-2024-cü ildə praktika saç kəsim üzrə sona çatdı və orada qiymətləndirildisə, bu mənim üçün nəticədir. Çünki mən nəzəriyyəyə qarışmıram, mən sadəcə kəsimə qarışıram. Və Zahir haqqında həqiqətən mənə çox yaxşı gəlmədi, onda Zahirin öz zəifliyidir. Bunu deyəcəm, niyə deyəcəm? Mən Zahiri ilk olaraq da tərifləmişəm. Bunu hər kəs videoda da görür. Zahir xarakter olaraq yaxşı qardaşdır. Yaxşı, mərfətli qardaşdır. Amma orada göstərdiyi nəticə məni qane eləmir. Və Zahirə demək istəyirəm, Zahir, bunu sənin üzərində gələcəm hələ, bunu gözləyək. Və Xəzər həqiqətən müəlliməsi mənim üçün çox böyük bir səs atmışdı. Həqiqətən Xəzəri çox təriflədilər. Xəzər mənim üçün qürur verici bir his keçirdi. Həqiqətən üzüm ağ olsun. İnşallah ki da daha yaxşı yerlərə çıxasan. İnşallah. Bunu xüsusi vurğulayıram. Ramaldır, sənsən. Təbii ki, keçmişdə çəkdiyim videoda bayramdır. Zahir də yaxşı kəsir, pis kəsmir. Amma 5-ə layiq deyil. 5-ə layiq olmadığı üçün bunun üstə gələcəm. Dostlar, həqiqətən bunu biraz xahişədən qırağa çıxacam. Bir dənə buna qulaq asın, xahiş edirəm. Deməli, mən bu yaxınlarda bir videoya baxdım. Türkiyədə Mersində, səhv eləmirəmsə Mersində bir yaylada bir çoban qız, 27 yaşında bir qız həyat hekayəsini danışır. Deyir ki, mən 27 yaşım var, mən deyir İstanbulda deyir təhsil aldım və daha sonra deyir özümü orada görmədiyim üçün qayıtdım deyir öz yaylamıza, orada maldarlıqla, təsərrüfatla məşğul olur. Və deyir çox xoşbəxtəm, sevdiyim işdir deyə. Həqiqətən bugün də görürsən ki, adamın şəxsən bir ferması var, fermaya var. Yəni xanım da olsa görürsünüz ki, bir işi bacarır. Və mən özlərimə gələcəm. Mənim atam Gürcistan, Boris rayonu Taxraval kəndində mal firmasının bir qəri olur. Bizim kəndimizdə atamın küllü miqdarda malı, oyunu, kənd təsərrüfatından çox zənginlik və təbii ki, mən o işi sevmirdim. Və mən oturdum bir fikirləşdim o qızın elədiyini və sonra öz həyatımı fikirləşdim ki, qız sıfırdan qayıdır köyə və orada başlayıb özü üçün bir firma yaradır, sevgisini qatıb nə gözəl olur. Mənim atamın mal firması olur, mən o işi sevmədiyim üçün həqiqətən o işi başa çatdıra bilmədim. Bugün bərabərlik deyən və sevgimi qatmışam, nə gözəl uğurlar qazanıram. Öz sənətimə görə yaxşı uğurlar qazanıram. Və sizə onu demək istəyirəm ki, oradan niyə gəldin Zahir sənin üzərinə? Səndən xahiş edirəm, əgər bu işi sevirsənsə, bu işlə get, sevgini qat. Mən sənə, bax, bu tutduğun yolda bunu demək istəyirəm. O qızın üzərindən, qız görürsünüz, gəldi orada köydə, qəşəng gözünə ferma yarattı. Niyə? İşi sevir. Mən işi sevmirdim, mən gəldim, bərbərlik üzrə bugün mən həqiqətən peşə məktəbinin direktor mənim haqqımda belə bir söz deməsi mənim üçün qürur vericidir.
dərin təşəkkür bildirirəm Elvara xanıma. Həqiqətən deyir ki, o adamın tələbələri bizim yanımızda üz ağardır. Və mən də səni, öz müəllimin olaraq sənə deyəm ki, Zahir, işə sevgi qatanda çox gözəl olur. Sizin üçünüzün də uğurunuza çox sevinirəm. Bu balaca bir uğur deyil. Küçədən keçən bir adam bunun nailiyyəti qazana bilməz. Siz orada zaman keçirmişsiniz, siz orada dərsdə oturmuşsunuz, səbir göstərmişsiniz, siz orada hər cür çaba göstərmişsiniz. Və bugün nailiyyətiniz var. Nailiyyətinizin bir ucunda gəlib mənə çıxır deyə mənim borcumdur və həqiqətən o müəllimlərin qarşısında, o boyda direktorun qarşısında mənim adım çəkilmək və sizin oradan yaxşı nəticə göstərməyiniz çox qürur verici hissdir. Həqiqətən çox qürur verici hissdir. Allah Teala sizi birinci növbədə canınızı sağlam eləsin. İkinci növbədə inşallah ruzuqunuz bol olsun. Orada inşallah ki, kəsim üzrə praktikada yaxşı nəticə göstəriniz. İnşallah ki, bundan sonra da həyatınızda gözəl yollarınız olsun. Diplomunuzu da xeyirliklə götürək inşallah. Üzünüz ağ olsun, Zahir sənə tapşırırım. Xahiş edirəm, işə sevgin qat. Mən dediyim sözləri, bax bu boyda kameranın qarşısında sənə deyirəm. Mən 3 ay müddətində gündəl olub ki, dostlar, 20 dəqiqə, yarım saat danışmışam, axırda öz boğazım ağrıyıb. Demişəm, nəyə görə mən danışıram ki, bunlar əgər mənə dəyər vermirsə, xeyr, əstağfurullah, elə deməyim, öz işlərində dəyər vermirlərsə. Amma yenə də mən danışıram, danışacam da. Və bugün nəticə gördünmü Zahir? Sən zəyər iştirak eləmişsən. Xəzər gözəl iştirak edib, Amal gözəl iştirak edib. Həqiqətən Xəzər üçün mənə çox böyük bir səs gəldi. Dedilər ki, üzüm ağ olsun. Həqiqətən çox gözəl. 5, hətta dedilər 5 olsa 5-in üzəri 5 olacaq. Yəni bəlkə çox yüksək qiymət dedilər. Üzümüz ağ olsun, Allah sizin yolunuzu açıq eləsin. İnşallah ki, sizin üçün hər şey düşərli olur. Öpürəm sizi, Allah sizi qorusun. İnşallah ki, Ramal, sənə də. Sən çox xarakterli oğlansan, sən çox gözəl oğlansan. İnşallah ki, bu xarakterliyini işə yansıdasan və gözəl işini gedəcəksən. Yaxşı, hamınızın gözəl xasiyyətiniz, gözəl insanlarsınız. Amma sənətə də gözəlliyinizi qatın ki, məni həmişə sevindirin. Yaxşı Zahir, yaxşı olan olduğum üçün mən sənə bu nəticələri gördüm ki, kafidir, amma yenə də mən sənə ustam olaraq bilirəm ki, sən bundan yaxşısına layiqsən. Ola bilər təntimisən, neynəmirsən, nə olub, amma mən nəticəyi deməliyəm, yalandan izləyə bilərəm. Ona görə inşallah bundan sonrakında da əla olsun. Yaxşı, səndən bunlar gözləyirəm. Öpürəm hər birinizi, təşəkkür edirəm, Allah razı olsun.